Salam əziz tələbələr, sabah imtahandır, 2-ci və 3-cü qruplarda. Birinci əsas iş, şəxsiyyət vəsiqələri və buraxılış vəsiqələri hazır əlinizin altında saxlayırsınız ki, sabah səhər onları axtarmayasınız. 1. Nə qədər həyəcanlı olsanız da, gecə tam yat. Lazımdırsa bu 8 saatin hamısını yat. Yatmadığın təqdirdə problemlə özləşəcəksən, texniki səhvlər və s. və daxil edəcəksən. 2. İmtahana su və saat apar. Elektron saata icazə yoxdur, adi saat apar. İndi kiminsə birdən saatı yoxdur, daha həyəcanlanmasın, heç olmazlar, yoxdur. Amma su ala bilər. Qazsız su apar, saat apar ki, müəyyən müddətdən bir iç. İmtahan çətin olarsa, bil ki, hamıya çətindir. Tək sənə çətin deyil. Hamıya çətindirsə, hamı eyni vaxtda verir, eyni imtahan verir. Yəni, fərqli zonalar yoxdur. Bu səbəbdən də çətindir. Məsələn, deyək ki, riyaziyyət çətin düşür. Görürsən ki, hazırlaşmışsan, normalda 25-26 yazırdın. İndi görürsən ki, 13-14 yazırsan, demək, o birlərdə də eyni vəziyyət. Bu səni əlavə həyəcan gətirir. Yəni, bu qaydanı yadda saxlayırsan. Test hamı üçün eynidir. Birinə başqa, birinə ayrı test düşmüyor. Hamı üçün eynidir. Yəni, çətin də düşsə, hamı ilə eynidir. Sadə də düşsə, hamı ilə eynidir. Çətin düşsə, bir dənə problem olacaq. 50 manat da verib, ikinciyə də girəcəksən. Çünki aydındır ki, 2 nəfər səviyyə olur. Biri çətin düşəndə, o biri asan düşür. Yəni, birinci asandırsa, ikinci çətin düşür. Birinci çətindirsə, ikinci asan düşür. Ona görə qeydiyyatdan geçib ikinciyə də girməli olacaqsın. Bundan savayı həyəcanlı idarə edə bilmirsənsə, ya dua oxu, ateist sənsə də mahnı oxu. Amma nəsə oxu. Ateistin imtihanı çözdü. Yəni burada da problem yoxdur. Aha, deyək ki, həyəcanlı idarə eləməyə kömək eləyəcək. Həyəcan yaxşı bir şeydir. Həyəcanlı olursan, belə deyək ki, nəticələrin də yüksəlir. Sözsüz ki, məndə belə imtihana gedəndə həyəcan olur, amma nə zaman həyəcan olur məndə? Çox yorğun olanda. Artıq o qədər yorğun olursan ki, həyəcana da gücün çatır. Qutarsın da. Yəni, sən ki, bir dənə qutarsın imtihanlansın. Belə durma. Ümid edəm, o qədər də yorğun durumda deyilsiniz. Yenə də zəif oxuyanlar, orta oxuyanlar və s. və ilə axırı yadda saxlayın ki, hər fərq üzrə 9 təmiz düz saxlasaz, hər fərq üzrə 30 sualda 9 təmiz düz saxlasaz artıq daxil olunur. Bu 9 təmiz düz nə deməkdir? Məsələn, 10 düz 4 səhv. Nəticədə kesilsən artıq. Və ya birindən 9 saxlaya bilmirsən, deyək ki, açdın, coğrafiyanı görsən, yaza bilmirsən, yerinə riyaziyyəti yaz. Riyaziyyəti yaza bilmirsən, yerinə coğrafiyanı yaz. Amma ümumi 27-yə çatdırmalısan 90-dan. Bu 27-yə çatdırmırsansa, məsələvi həll eləmirsən, qəbul olmaq məsələvi həll eləmirsən, ikinci tura fikirləşərsən ki, balımı necə artır. Əsas məqsəd qəbul olmaq problemini həll eləməkdir. Qəbul olmaq problemi həll olunursa, qalan şeylər boş şeydir, ürək bağırmırsan. Qalanlar olsa düzələn şeylərdir, kodlaşmada və s. bitər, düzəlmək olacaq. Ucdan tutma bənd atıb gedmirsiniz. Bəzi uşaqlar elə bilirlər, buraxılışdır, ucdan tutma bənd atıb gedirlər, səhv düzü aparır, heç sizə qalmır. Yenə də diqqətli olursan, var gücü qoyursan. İmtahandan test çıxmırsan, imtahandan test çıxmaq olmaz. Belə deyək, imtahana başlamamışdan qabaq 15 dəqiqə əvvəldən 15 dəqiqəyə qədər sizə çölə çıxmağa icazə verirlər. Çıx çölə, get ayaq yoluna, sonra qayıt. Ən axıranda bunu et. Get, sonra qayıt. Çünki sonra bir abırsılıq olmasın orada imtihanda. Aha, var bizdə olur imtihandan, uşaqlar 2 saat oturur, ardında test çıxmalı olur. Aha, bu lazım deyil. Aha. Üzr. Bir böyle. Aha, yəni olur. Məcbursan. İmtihana girərkən hep falan içməyi məsləhət görmürəm. Onsuz da
ürək döyüntüsünü artırır. Ürək döyüntüsünü artırdığına görə uşaqlar biraz da içsin, həm qarın ağrısı artır, həm ürək döyüntüsü artır. Əla. Axırı yaxşı tutarmış. Aha. Kof etmiştim ben. Təcrübədən keçirənlər var. Aha. Sadəcə hamısını yığıb gətirməyim də ki, həqiqətən də belədir uşaqlar. Tam rahat. Yazırıq, çıxırıq. Vəssalam. Bir daha təkrarlayıram, dünyanın axırı deyil, elə ikinci dəfə də şansınız var. Bilirəm ki, yaxşı oxuyanlar da yaxşı yazacaq, heç bir problemsiz. Soruşarsınız ki, niyə Süleyman müəllim yaxşı yazacaq? Abituriyentlərdən səhv etmirəmsə 20.000 plusu heç 50 balı keçmir. Ümumi 50'ni keçmir. 20.000 plus adam 50 balı keçmir. Yəni bu da o deməkdir ki, sizdə çətin salıb dinləyəcək. Bu onsuz da 20.000 adam heç bal yığmayıb. İndi yerdə qalanları da kəsib oraya üstə kim göndərəcək? Aydındır ki, mümkün deyil o çətin sallar. Yəni yazmaq olacaq. Hə, ola bilər ki, 1-2 dənə sual çətin olar, 30-dan 30 yığmaq çətindir. Onu da dərd eləmirsən. Birincidə, yedirəm, qəbul olma problemi və həll elə. O 640-660. İkincidə artıq arzularıma yetdi ki, mən 690 yazım. Bu sonranın söhbətidir. Amma birinci məsələ qəbul olma məsələsini həll edilməkdir. Hər bir uğurlar, müəllimiz sizinlədir və salam.